Mənim adım Şahbələngdir. Mən pələng olaraq istifadə edirəm. Sizi izləyəndə YouTube'da Hmm. orada bir dənə giriş olur ki, Şahpələng girir orada. Mən pələng, şah pələng. Film təhlükəsi də yaşadım orada. Necə? Mən yemək yeyirdim. Bir həftə əsgəri oturmuşdu. Əlində kalaşı təmizləyirdi, AK-ni təmizləyirdi. Gördüm mərmi sekdi də. İngilis dili bilməyə bu qədər ölkədə olmaq, dil bariyeri problem olur yoxsa yox? Mən gəlib ondan o məkanda matapila istəməyəsən. Yəni gənclərə səslənmək istəyirəm. İngilis dili bilmirəm, universiteti yarım buraxmışam. Və öz ayağım üstündə özüm durdum. Bir kişinin oğlu belə əlin kürəyimə qoymayıb ki, get gəz pulum mənlik. Yolsu podkastının ikinci bölümünə xoş gəlmisiniz. Bugünkü qonağı Pələng Kərimovdur. Səyahətçilərin çoxsunun tanıdığı sevimlisi Pələng Kərimov. Dəvətimi qəbul edirsiniz həqiqətən. Xoşdur abi. Çox sağ olun. Xoşdur. Mən həqiqətən sizi özüm də izləyirdim. Təşəkkür Yəni edirəm. bu gün gəlib mənim podkastımın qonağı olmağınız həqiqətən də məni sevindirir. Xoşdur abi. Mən də burada olmaqdan həqiqətən şadam, səninlə tanış olmaqdan. Mənə də maraqlıdır ki, nə suallar verəsən, nələr danışacağıq. Çox gözəl suallar hazırlamışam. İnşallah izləyicilərə də maraqlı olar, bizim özümüzə də maraqlı olan söhbətlər olar deyə fikirləşirəm. Özünüzü nəsə danışmaq istəyirsiniz yoxsa kesin? Mənim adım Şahbələngdir. Mən pələng olaraq istifadə edirəm. Soyadım Kərimovdur. Artıq 5 ilə yaxındır ki, dünyanı səyahət edirəm. Tanımayanlar var 100% aranızda. Və 30-a yaxın ölkədə olmuşam, yanlış xatırlamıramsa. 50-dən 60-dan çox şəhər görmüşəm. Bu günlərdə sənin qonağınam ki, sənin suallarını cavablayım. İnşallah mən də sevinirəm ki, mənim qonağımsınız. İlk sualım, yəni məncə hamını maraqlandırır bu sual. Çünki mən özüm də sizi izləyəndə YouTube'da orada bir dənə giriş olur ki, Şahpələng girir orada. Mən sualım odur ki, Şahpələng adı hardan gəlir? Mənim adım qədim addır. Səhv etmirəmsə fars kökənli bir addır və araşdırdığım qədərilə o vaxt bir şah olub, şahın bir sərkərdəsi olub. Ona pələng deyirmişlər. Sonradan şahın pələngi olub. Hətta deyir ki, uzun ömürlülər kəndinə getsəz, orada məzarların üstündə, mənim videom var idi, göstərdim. Məzarların üstündə Şahpələngov deyə soyadlar var. Qədim addır və təsadüfən rast gələcəyim bir addır. Yayğın bir ad deyil. Mən də içində eşitmişdim. Yəni əsl adı Şahpələngdir yoxsa bu nickname kimi? Əsl adım Şahpələng. Çox maraqlıdır həqiqətən də Şahpələng. Mən də heç eşitməmişdim. İkinci sualım odur ki, bu işə başlamazdan əvvəl nə işlə məşğul idiniz? Mən bildiyim qədərilə 2-3 ildir başlamısınız da bura. Bu 4 ildir də, 4 ildir artıq başlamışam. Başlamamışdan əvvəl, yəni nə bilim gedirdim, işləyirdim fərqli yerlərdə. Xəyalım biznesmen olmaq idi, ticarətlə məşğul olmaq idi. Mən bazarda da işləyərdim, limon da satardım, soğan da satardım. Yəni elə ideyada olan bir insan olmuşam. Sonrasında gördüm ki, Azərbaycanda bir boşluq var, avtostopla səyahət edən yoxdur. Azərbaycanı biraz səyahət eləməyə başladım və Avropaya getdim. Mən bir verilişə daha qatılmışdım, orada da demişdim. Mən bir vitrin hazırladım özüm üçün ki, tamam, takipçim yoxdur, bu insanlar girəcəklər kanalıma, oradan bir şey izləmək istəyəcəklər, amma düşün ki, 2-3 video var. Mən düzdüm, bir mağaza kimi fikirləş, geyimləri düzdüm, hər şey düzdüm ki, bu insan yeni mənim kanalıma girəndə desin ki, bunun nə qədər videosu var. Ola bilər Kürdəmir videosundan girsin, mənə abunə olsun, amma baxsın ki, İtaliya, Fransa, nə bilim, Hollandiya, yəni Niderland, Belçika, Portuqaliya videoları var, belə. Yəni siz bildiyim qədərilə ECG proqramı ilə getmisiniz də Hə. Necə oldu? Könüllü kimi mən dostum dedi mənə. Dedi ki, o çox maraqlı bir söhbətdir. Qısa danışım, çox uzun danışmayım. Mənə bir link göndərdi, dedi, hər şeyi qarşılayırlar və sən Avropaya gedirsən, volunteer olursan, yəni könüllü olursan. Dedim, o nə gözəl bir şeydir, pulsuz bir şeydir. Pulsuzsa bizim. Abimlə isə qatıldım, girdim veb-sayta və veb-saytdan bütün blok oldu. Veb-saytda o qədər ləng işləyirdim, ləng düzəldirdim ki, hər şeyi. CV düzəltdim, elədim, sonradan başvuru elədim, intervyuya qatıldım. İngilis dilim mənim zəif idi, çox zəif idi, indi də zəifdir. Amma əzbərlədim, belə intervyuya qatılanda dedim ki, olarmı bir tərcümən də məndən olsun. Dedi, olar, niyə olmur? Arxaya da belə qəşəngcə yazdıq, vurduq ki, mənlə danışacağam. İntervyudan keçdim, intervyudan keçdim, viza aldım.
Getdim ora, adı Jacob idi. Jacob mənə qarşıladı, ingilis dilində suallar verdi. Mən belə dayanıb üzünə baxıram belə. Jacob qaldı belə. Dedi ki, sən ingilis dili bilmirsən. Dedim translate danış. Yəni artıq gəlmişəm, artıq vizanı götürmüşəm. Geri qaytara bilməzsən. Geri qaytara bilməzdim. Orada da ingilis dili öyrənməməmin ən böyük səbəbi oldu ki, otaq yoldaşım Azərbaycanlı idi və mən Bakı ləhcəm inkişaf elədi. Bakı idi. Ya mən bildiyim qədərilə mən özüm də qatılmaq istəmişəm o proqrama. Hə. Prosta mən kəsilmişəm orada. Hə, Neçə dəfə gör, özdə. hə. Çünki ingilis dili istəyirlər. Bilirəm əslində prosta adam həyəcanlanır orada istər-istəməz gedib Mən həyəcanlanmıram. O həyəcanlansın. Çünki o həmin proqramda daha çox pul qazanır. Mən sadəcə xərclərimi qarşılayır. Bu həyat məncə həyəcanlanmaq üçün o qədər də uzun bir həyat deyil. Həyəcanlanarsan bir hədəfə çatanda və hər hansı bir ola bilər çox sevdiyin bir qadınla evlənəndə. Bunlar xoş həyəcanlardır. Amma iş görüşməsidir, nə bilim digər bunun kimi, yəni hər hansı bir mülakat deyirik türklər. Bizdə nə deyirdilər ona? Bizdə də iş görüşməsi deyirsən, nədə? İş görüşməsi sayılmırdı. İndi hər hansı bir intervyu deyək buna. Intervyu insanı bu qədər həyəcanlandırır. Əslində xoş həyəcanlandırmalıdır. Prosta indi o Yəni idarə etmək əlbəttə lazımdır. ağımıza əsməməli. Yəni səyahətə dostluğunuzun sayəsində başlamısınız. Mən belə başa düşdüm. Yox, ondan əvvəl Azərbaycanda eləyirdim səyahət. Hə, sonra getdiniz ona. Mən 12 manatla getdim. Deməli, Şirvandan çıxdım, getdim Masallıya, Masaldan getdim Yardımlıya, Yardımlıdan Lənkərana, Lənkərandan Astaraya, Astardan Sım kəndinə. Hələ də yadda qalır. Sım kəndindən Yardımlıya, üzr istəyirəm, oradan da Nisəqalıya. 12 manatla gəzdim. Atırdım. Bütün rayonlara 12 manat. Çadırım var idi, avtostopla Hə, gəzdim. baxmışam bütün videolara. Əla. Keçim ikinci suala. İndi mən sizin Instagram səhifənizə baxdım. 120 min izləyici var. Yəni fikirləşərdiniz ki, o 12 manata gəzirdiniz, indi 120 min izləyici. Yox, belə deyim, fikirləşirdim. Çünki bu işə peşəkar girmişdim. Əsas səbəbi isə o idi. Mən yaxşı izləyici idim. Yaxşı oturub videolara baxırdım maraqla. Və Azərbaycanın səyahət. Azərbaycanda YouTube'da səhət yoxdur da demək olar ki. İndi var, maşallah olsun. Sadiqodur, səhv etmirəmsə, Orxan Zeynallıdır, səhv Bəyəndim etmirəmsə. Sadiq. Soyadını səhv deyə bilərəm, üzrlü saysın. Orxan və digərləri bir Azərbaycanlı adı Davuddur ya da nədir bilmirəm. Qabağıma çıxıb Azərbaycanlı bir qardaş da ingilis dilində kontentlər çəkir, dünyanı gəzir. Ayağına daş dəyməsin bu arada. İnşallah. Uzun sözün qısası əvvəl yox idi. Türklərə baxırdım və ya Avropalılara baxırdım. Kurt var bir dənə, Afrikalı səhv etmirəmsə o. Amma Amerikada yaşayır və Almaniyada yaşayır. Onu izləyirdim, baxırdım. Və başladım, xəyalını qurdum, editlərimi düzgün elədim. Dedim mən bir gün gələcək daha böyük kitlələrə. Hobbi olaraq paylaşdım. Hə, paylaşdım. Bu çox izlənəcək fikirləşmədim, yox. Mən dedim elə izlənəcək bu. Mən Kürdəmirdən gəlib gəmi tapmışam. Qardaş, bunun o tərəfəsi yox. Mən Salyanı gəlib çəkən adamım Salyanı. Heç kim gəlib səyahət olaraq Salyanı çəkməzdi, Sabirabadda çəkməzdi. Mən getdim, çəkdim. Çünki oranın da bir kontingenti var. Orada da yaşayan saysız hesabsız insan var. Onlar da sosial mediaya girirlər. 100%. Yəni insanlara çox maraqlıdır. İndiyə kimi rayonları gəzməyən. Yəni getdim problem Salyanda bazarda cəmaət bilib qəribə qarşılayır da. Biri gəlir şeydir, necə deyirlər, sırtında çanta, girir belə, əlində papaq, əlində kamera, başında papaq, gözündə eynək, o bu kimdir? Heç vaxt görməyib bax, amma Şəkidəki buna alışıb bəlkə də. Nə bilim, qıraq bir rayondakı, yəni turist görürdülər. Hə, alışıblar. Onlar artıq alışmıyor. Səlyanlara salam. Mən özüm Səlyanlıyam. Səyahət xərclərini bu gün qarşılaya bilirsiniz YouTube-la, Instagram-la? Yox, yəni qarşılanmır. Mən onu açıq deyim. Hətta öz cibimdən xərcləyirəm. Cəmaət deyir ki, bu qədər pulu hardan tapıb gəzirsən? Birinci onu deyim ki, səyahət ucuz bir şeydir. Səyahət bahalı bir şey deyil. Hər kəs fərqli düşünür bunu. Sən ucuz bilet tapıb, ucuz yerlərə gedə bilər. Günlük 6, 7, 8 manat arasında olan hostellərdə qala bilərsən. Hə, puldurmu? Yenə də puldur. Amma sənin Azərbaycan daxilində xərclədiyin pula bileti qatmasaq işin içinə, sən gəlib Vyetnamda bir həftə qalıb gələ bilərsən. Vyetnamın da biletləri çox bahadır. Hə də uzaqdır da abi. Yəni indi nə varsın, desinlər ki, xala olacaq o sırafara.
Bəs Azərbaycanda işin bəyəndiyiniz bir bloger var, yəni deyirsiniz, buna baxan deyirsiniz ki, hə, mən bunu bəyənirəm. Yəni çox Hə, maraqlı. niyə yoxdur? Var. Bayaq saydığım adlar Sadiqodur, məsələn, qarşıma çıxır. Mən bu aralar uzaqlaşmışam YouTube-dan, izləyə bilmirəm. Tək YouTube və Instagram. Hə, niyə yoxdur? O qədər adam var. Yəni say bitməz. Hə, pis də var, yaxşı da var. Pis olacaq ki, yaxşı olsun, yaxşı olacaq ki, pis olsun. 100%. Yəni ad çəkə bilərsiniz ki, mən bunun işini bəyənirəm. Sadiqodan başqa. Sadiqodur, Orxandır, humoristik video çəkənlərdən Məhəmməddir, Hilaldır. Film sektorunda Alixandır, Talehdir. Bu şəxslər gözəl işlər görürlər, yaxşı işlər görürlər. İlkindir, Rəfindir, Fıdıdır. Yəni bu adamlar illərdir var. İllərdir bu sektordadılar. Daha yaxşısı varsa çıxsın eləsin, onu izləyək. Ona baxaq. Mənim sahəmdə də niyə də olmasın, daha yaxşısı çıxacaq. Məhəmməd məsəl üçün yeni Məhəmməd kim ölüb? Məhəmməd Həsənovdur, səhv eləmirəmsə soyadı, Həsənlidir səhv soyadı. Mənim ad şuurum çox aşağıdır. Yəni çox unuduram, adları unuduram, amma görsel olaraq hər şeyi xatırlayıram. Üzləri bilirəm. Amma Sadiqo mən də bəyənirəm. Həqiqətən çox gözəl iş görür. Yəni Azərbaycanlıların keçməli demək ki, çox ölkəyə gedib, Breziliyadan tutmuş, hər yerə gedib də demək olar. İndi də hardasa gəzir, bilirəm hardadır. Asiyada olmalı. Əlaqəm var onda. O da qonağımız olacaq. Sadiqo gələcək. İnşallah Azərbaycana gəlsin. Söz verim. Keçək başqa suala. İndiyə qədər getdiyin ölkələr arasında ən çox bəyəndiyin və ən az bəyəndiyin ölkə hansıdır deyə bilərsən ki? Bir kontent yaradan şəxs olaraq bəyənmədiyim bir ölkə yoxdur. Çünki mən ölkələri seçib gedirəm. Əfqanistanda olmuşam, İranda olmuşam, Hindistanda olmuşam məsələn. Bu ölkələri mən çox bəyənmişəm. Həddən artıq əylənmişəm də, demişəm də, gülmüşəm də. Polşada məsələn bu qədər əylənmirdim. Amma Əfqanistan zənn etdiyin kimidir. Hə, təhlükəlidirmi? Təhlükəlidir. Bəzi şeylər əksikdirmi? Əksikdir. Amma Əfqan milləti, Peştunlar, orada özbəklər, türkmənlər, gözəl millətdir. Getdim orada Azərbaycanlılarla tanış oldum. Qarabağ bölgəsindən gedən Afşar türkləridir. Və onları tapmaq, onlarla söhbət eləmək, öz dilində danışmaq çox maraqlı idi. Onları sizə yazdı, yoxsa siz? Yox, mən tapdım. Getdim, hamısını mən tapdım. Yox, yəni qardaşının CV yazıları var. Qardaşı geri tapır. Amma mən sizin o YouTube videonuza baxdım, orada polislər də var idi, əlini silahlar. Hə, orada o heç, o başqa bir çəkiliş idi. Orada Taliban əsgərləri idi, bizi qoruyurdular. Genel olaraq fərqli görsənir. Buz dağının görsənən tərəfini görürük. Əfqan milləti gözəl millətdir mənə görə. Nətər belə izah eləyim? Qonaqpərvər, qonağa qarşı diqqətli, izzətli, hörmətli. Qonaq başqa nə istəyə bilər ki? Hə, öz içlərində necədirlər, özlərinə nətərdilər? Ola bilər ki, sərt, ola bilər ki, pis. Bu məni nə qədər maraqlandırır, çox maraqlandırır. Yəni Gürcüstana gedəndə sual versən ki, gürcülərə ki, qaqa aranız nətərdir? Yox, yəni mənə yaxşı ol. Mən turistəm, gəlmişəm və səndən gedim yaxşı danışım. Razı qaldınız. Əfqanlardan razı qaldım. Ölüm təhlükəsi də yaşadım orada. Mən yemək yeyirdim. Bir Əfqan əsgəri oturmuşdu. Əlində kalaşı təmizləyirdi, AK-ni təmizləyirdi. Gördüm mərmi sekdi də türklər demiş. Mən Türkiyədə oxumuşam bu arada. 5 il Türkiyədə yaşamışam. Dilimə hələ də yapışan şeylər var. Yox, mən okey yəni istəsinlər. O egolarını orada ata bilirlərsə problem deyil. İstədiyini eləyə bilər. Güllər məsəl üçün yanımdan keçdi və döndüm baxdım. Qayıtdı belədi, sorry. Sorry vurmuşdun hə mən. Bu ya soyqanlıdılar. Hə, sorry bir şey yox. Yaxşı insanlardılar. Mənə qarşı pis olmayıblar. Digər gedən blogerlərə qarşı mən orada araşdırırdım getməmişdən əvvəl. Məsələn, sən getmisən, Əli gedib, Bəli gedib. Onlara qarşı super idilər. Amma çox maraqlıdır. Əfqanistan hamı bilir ki, təhlükəlidir də. İndi ora gedib Azərbaycanın blogeri görmək yenə hamıya maraqlıdır. Bunu fikirləşib gelirsiniz ki, bu hamıya maraqlı olacaq. Niyə? Yəni fikirləşirsən, kontent yaradırsan, sən hamıya maraqlı olacaq deyə məni dəvət edirsən bura. Mən gəlib ona görə çəkirəm. Yəni mövzu bilirsiz nətərdir? Əfqan ölkəsi belə deyim. Onlar Qarabağ münaqişəsində ilk dəfə belə deyim Azərbaycana dəstək olan ölkələrdən olub. Birinci Qarabağ müharibəsində. Əfqanistanla Azərbaycan arasında politik əvvəllər daha doğrusu çox şeylər var idi. Mən orada əfqanlar özü danışırdı. İndi də yaxşıdırlar. Eşidirlər ki, Azərbaycanlısan falan. Nə qədər o müsəlmanlar da. Hə, yəni müsəlmançılıq burada dinin də faktoru çox böyükdür. Və sənə qarşı çox diqqətli və etik olurlar. Mənə qarşı elə idi.
Bəs dil bariyeri var idi? Yox, türkcə bilirlər. O qədər türkcə qasıq geyib işləyiblər ki, türkcə bilirlər. Orada özbəklər də yaşayır. Özbəklər artıq 300 ildir belə bilirəm, 200 ildir orada yaşayırlar və Əfqanıstan vətəndaşıdırlar bunlar. Bunlar da türkcə bilirlər. Türkmənlərin məsəl üçün türkcəsi bizə daha yaxındır, misal üçün. Başa düşürlər, danışırsan. Başa düşdüm. Bəs bayaq girişdə dediniz ki, mən ingilis dili bilmirəm. Hı. Yəni ingilis dili bilməyə bu qədər ölkədə olmaq, dil bariyeri Hı. problem olur yoxsa yox? Ya, problem olduğu nöqtələr olur, amma istər-istəməz insan gör-götür dünyasıdır. Öyrənirsən dili. Məsələn, bir dəfə deyir ki, how can I use? Məsələn, eşidirsən onu, yəni bunu necə istifadə edə bilərəm? 2 dəfə, 3 dəfə görürsən ki, marketə biri girir, qayıdır deyir ki, hello. Yadda qalır. Başa düşürsən ki, bu salamdır, budur və yəni sən gəlib ondan o məkanda matapila istəməyəsən. Yəni girmisən yemək istəyirsən və seçirsən, deyirsən ki, bunu istəyirəm. Sonra maraqlı gəlir sənə ki, mən bunu istəyirəm, necə deyilir? Translate-a baxırsan. Və onun sənə dediyi məsəl üçün look at this. Məsələn, girmisən, bu var və ya budur, buna bax. Yavaş-yavaş beyin kodlamağa başlayır və mən əsasən gənclərə burada göstərmək istədim ki, dil bilmədən də çıxıb gəzmək olur. İnsanların ən böyük problemi budur. Sual verirlər ki, dil bilmədən gəzmək olar. Dil bilmədən gəzməklə böyük örnəyi Pələn Kərim. Yəni 120 min izləyicisi var və yəni dil bilmədən gəzmək olar. Bunu hamımız bilirik. Bəli. Rahatdır yəni dil bilmədən gəzmək. Məncə də lazımdır, söz yox, amma bilmədən də gəzmək olar da təbii ki. Bəs onlar da ölkə gəzmiş biri kimi bir də getmərəm dediyiniz ölkə olub. Getmərəm Malayziyaya, Kuala Lumpur. Getmərəm qətiyyən, sevmirəm oranı. Niyə? Çünki havası həm qəribədir, şəhər çox fərqlidir. Bir tərəfi varlıdır, bir tərəfi kasıb, bir tərəfi çirklidir, bir tərəfi təmiz. Yəni çox mənə görə strukturası fərqli ölkədir. Şəhərdir daha doğrusu. Belə çıxırsan, havası buludludur, hava nəmişlikdir, bilmirsən neyniyəsən. Hə, adaları var, olmamışam adalarında. Mənim bildiyim qədərilə, eşitdiyim qədərilə adaları çox qəşəng. Həddən artıq. Amma Malaziyanın Kuala Lumpur şəhəri, yerdə qalan hər yerə gedərəm yenə. Vyetnama yenə getdim, Taylanda yenə gedərəm, Hindistana yenə getmək istəyirəm. Mən əylənirəm, əyləndiyim şeyləri çəkirəm, insanlar da əylənib baxırlar. Səmimi ötürürsüz, insanlara da maraqlı gəlir. Həqiqətən də. Keçək digər suala. Səyahətdə yaşadığınız ən qəribə hadisə nə olub? Yadda qalan. Çox var, çox. Yəni mən bunu indi seçib çıxardım beynimdən hansılarını deyim. Ən Məsələn, maraqlı. o dediyim o kalaş məsələsi olubdu. Canım sənin desin, Əfqanistanda yaşanıb, o uzundur. Biri gəldi məni yoldan apardı. Base kimi bir yer idi, baza kimi bir yer. Girdik ora, Talibanların yeridir. Girdik ora, orada oturmuşam belə. İnsanlar mənimlə belə qəribə danışırlar, eləyirlər, şübhələnirlər. İcazətnamə deyə bir kağız var, o istəyirlər olsun. Belə elə heç kim dil bilmir, ingilis dili bilən yoxdur, türkcə bilən yoxdur. Mən peştunca bilmirəm. Hə, orada məsələn bir an yaşandı. Gördüm ki, dəhlizdən səs gəlir. Hamı ayaqlaşdı. Bir dənə saqqallı, bunların üst rütbəsi girdi, salam aleykum dedi. Salam aleykum, salam aleykumdur. Hə, mən də dedim ki, aleyküm salam. Elə, necəsən dedi. Dedim, Azərbaycanca bilirsiniz? Dedi, hə, mən Azərbaycanda olmuşam, nə qədər. Gəlmişəm, getmişəm, Moskvada olmuşam dedi. Mən Türkiyədə olmuşam dedi. Oturduq, söhbət elədik falan. Bu çox qəribə idi. Belçikada məsələn ölümdən dönmüşəm. Orada küçəyə girdim. Google Maps-lə gedirdim. Ara küçəyə girdim. 4 nəfər var idi. Elə bil məni gördülər. Yaxınlaşmağa başladılar. Mən orada çağırdım ki, türk varmı? Çünki Belçikada, Brüsseldə çox türk yaşayır. Gecə vaxtı idi yoxsa gündüz? Artıq 10, 11, belə 10, belə 11, belə saatlar idi. Hə, türk varmı deyə çıxdım, çağırdım. 2 dənə türk çıxdı. Nə oluyor belə elə? Dedim, abi bunlar mənə kəsəcəklər, kömək edin. Mən nəsə uzun sözün qısası o mənə göstərdi. Onda Parisə gedəcəkdim avtobusla. Hə, o gəldi mənə göstərdi, bax burdan gedəsən belə olacaq, belə olacaq, belə. Sonra bir həftə sonra mənə bir mesaj atdı, xəbər mesajıdır. Orada olan qaqaş polisi başından vurub. O ərazidə. Yəni bu məni vura bilərdimi? 100% polisi vuran məni də vurardı. Ən belə kritik bu olub.
Çox maraqlı hekayədir. Hmm. Bəs ən çox nəyə qurban verirmisiniz bu həyat üçün? Bura gəlmək üçün nələrdən? Heç nəyi. Mən peşman da deyiləm heç nədən. Bəlkə sabahsı gün sosial media ilə məşğul olmayacağam, bambaşqa işlərlə məşğul olacağam. Bu insanların sevgisi, bu insanların qayğısı, bu insanların hörməti nəyə deyirsinizsə dəyər. Kefim olmayanda, kefim olanda, hər kəs məsələn öyrəşibdir o videodakı pələngə. Mənim də özümə görə problemim var. Mənim o günüm pis başlaya bilər və ya başqa neqativ şeylər yaşaya bilərəm. Amma açıb bir yorumu görəndə görürəm ki, əsas mənim diqqətim olan o evdən çölə çıxa bilməyən bizim bəzi vətəndaşlarımızdır. Bəzi xəstəlikləri var. Yazırlar ki, biz sizi izləyərək nə bilim belə loğalıq kimi çıxmasın, motivasiya alırıq, həyata tutunuruq. Bu məni çox kövrəldir. Uşaqlar eyni şəkildə çox istəyirlər. Çox istəməyən də var, başım üstünə. Hər kəs məni sevəcək deyə bir şey yox. Mən bəzi mesajlar alıram ki, yoldaşım sizə baxırdı, mən sizdən zəhləm gedirdi və sonrasında yoldaşım dedi ki, bir dəfə otur bax da bu qaqaşa. Deyir, indi mən sizi çox istəyirəm. Ön yargılı olan var, olmayan var və mən barışmışam. Flexible insanam, belə deyim. Emosionalam, emosionalam. Xətrimə nəsə dəyirmi? Deyir. Amma mən heç nədən peşman deyiləm, kaş ki də deyəcək insan deyiləm. Bəlkə öləndə deyərdim ki, kaş ki daha yaxşı yaşayardım. Necə? Daha çox gəzərdim. Keçən səfər biri yazıb ki, mənə ən çox hansı, yox, buranı gəzdiniz, buranı gəzdiniz, falan yeri gəzib bitirdikdən sonra nə edəsiz? Hara gedəsiz? Dedim, ha, rəhmətə də dayı. Hədə qurtardı da hara gedir. Həqiqətən çox maraqlı. İnsanlarda var ya belə qəribə suallar. O da. Daha çox linçləmək istəyirlər, yoxsa nə? Eləsinlər də, aqressiv də oturub evdə, məsəl üçün həyatı yolunda getmir, bilmir kimə partlasın. Biz biraz qətiyyətli millətik də, nətər? Diqqət eləmisinizsə bir yerə, məsələn, yazılır ki, siqaret çəkmək qəti qadağandır. Sən ora qadağandır da yaza bilərsən. Siqaret çəkmək qadağandır və ya bəzi salonların önünü görsən, məsələn, bura giriş qəti qadağandır və ya bura ərzaq gətirmək, özü ilə məhsul gətirmək qəti qadağandır. Biraz qətiyyət olaraq belə şey milləti tam tapıb deyə bilmirəm deyə o yorumların gəlməyi də normaldır. İnan mənə, mənim o vaxtı problemlər yaşayanda baxırdım mənə mesaj yazıb üstə bu qədər, nə bilim, nələr deyib də, hətta söyüş də var bu işin içində. Bir o silib mesaj bölməsindən onu. Amma məndə qalır. İndi isə altına yazıb ki, məsələn, mən sənin yoldaşımdan, qızımdan istəyirəm. Mən ona utanıram, çəkim atım ki, bax, sən 5 ay əvvəl məni orada söymüsən. Yox, əslində yaxşı baxmaq olar ki, onun düşüncəsini dəyişə bilmirsiniz. O da ola bilər, amma yəni mən insanlara məcbur eləmirəm mənə baxsınlar. Mən bu arada jurnalist deyiləm. Hər kəsin YouTube kanalı var. Bu arada siz də bizi izləyəndə sizin bir kanalınız var, amma siz kanala bir şey yükləmədiyiniz üçün o inkişaf eləmir. Mən şəxsi kanalıma bir şeylər yükləyirəm. İstəyirsiniz izləyirsiniz, istəmirsiniz izləmirsiniz. Bu qədər. Girib kiməsə, yəni mən baxdım veriliş və çox donuqsan. Bu bunu bacarır və ya mən çox danışıram. Yəni istədin izlə, istəmədin izləmə. Bəyənən də var, bəyənməyən də qəbul olmaq lazımdır. Bu dəqiqə siz hobbi kimi yeyirsiniz bunu yoxsa? Ya həm hobbi, həm iş kimi. Bir tərəfdən dadını itirdi, iş kimi döndü. Yəni işə dönəndə dadını itirir hər şey. Ən sevdiyin iş də belə olsa, dadını itirir, həyəcanını itirirsən. Amma dönüb həm insanların reaksiyasına baxanda, həm özümə baxanda ki, mən nələr eləmişəm özüm üçün, ha, öz gücümdə nələrə qadir olmuşam. Məsələn, mən burdan dönməyim və ya mən burada həvəsdən düşməyim. Hər insan düşünürəm ki, səhər saat 9-da, yes, mən işə gedirəm demir. Bu da bizim işim. Mən elə olur ki, gəlirəm, montaj eləyəndə evdə baxıram ki, filan yerdə olmuşam. Orada o qədər xaos olur ki, onu çəkim, bunu çəkim, story atacağam, videoda bunu deyim, bu tarixi unutmayım, filan şey deyəcəm. Bir də baxıram ki, mən video montajlayıram. Mən o yaşamadım. Dadını çıxara bilmirsən. Yox, yaşamadım onu. Axırıncı səyahətimdə məsələn dadını çox çıxardım. Şri Lanka, Bali, Vyetnam, Çin. İzlənmələrim aşağı düşdü. Bu artıq normaldır dedim. Hə, TikTok, Instagramda düşmədi. YouTube'da düşdü izlənmələrim aşağı. Dedim, bu qədər səyahət edirəm özümə. Mən Parisi gəzəndə bilmədim Parisi gəzirəm, Şirvanı gəzirəm.
Parisi gəzdim, qurtardı, gəldim montajlayanda gördüm ki, Eyfelin yanında olmuş. Orada getsən fikirləşsən ancaq ki, nə seçim, nə deyim, nə deməli. Öncəlik olur, onun dadını Hə, çıxartmaq olmur. məsələn Telman var deyə bir qardaş var, Telman deyə qardaş. Məşhur. Hə, Telman. Telmanla o qədər biz çəkiliş eləyəndə əylənmirdik ki, yadımızdan çıxırdı da. Hə, kamera arxası daha maraqlı olurdu. Kameranı söndürürdük, biz daha da əylənirdik, gülürdük. Keçən səfər çəkilişə getdim. YouTube çox ağır platformadır. Demək istədiyimi tam çatdıra bilmirəm sizə. YouTube-da məsələn mən izlədiyiniz 50 dəqiqəlik görüntünü çəkmək üçün 3 günümü verirəm. Amma Telmanla getdim, 3 Reels çəkdim, 2 saat, 4 saatda biz əylənmişik. Total izlənməyə baxanda nə qədər oldu? 3 milyon. YouTube-a çəkirsən 100 min, 150 min olur. Telman necə belə məşhur edir? Siz elədiz, o daha çox məşhur. Yox, mən eləmədim. Telman maraqlı Özünün də qardaş idi. potensialı var. Özünün də potensialı var. Çox potensiallı insandır. Və saf insandır, təmiz insandır. Bizi yolda qarşıladı o. Yolda heç kim saxlamırdı, o saxladı. Və orada qayıtdı dedi ki, pulunuz yoxsa pul da verim. Çünki Telman kasıb bir qardaşdır. İnsanlar oradan sevməyə başladı. Sonra bir video, 2 video, 3 video. Yəni Telman mənə qoyun aldı, apardıq, kəsmədik, qaytardıq. Telman mənim həyatımda ayrı bir yerdədir. Telman məni çox güldürür. Telmanla olanda mən nə ön yarğı hiss eləyirəm, nə kibir hiss eləyirəm, nə əsəb hiss eləyirəm. Əylənirəm yəni. Telman Çox səmimidir, insanı ötürə bilir o hissi. Hə, Telman zor adamdır. Azərbaycanda bu sahədə uğur qazanmaq çətindir yoxsa yox? Çox çətindir, əlbəttə çətindir. Yəni bu gün hər hansı X bir emosional deyilən sözlə insanlar məşhurlaşır və onu məşhurlaşdıran bizlərik, başqası deyil. Ay yox, mən onu falan mənada izləyirəm. Yox, yəni izləyirsən və izlədiyin üçün də o insanlar məşhurlaşır. Uşaqların dilinə düşür o sözlər. Uşaqlar bunu məktəbdə deyir. Hə nə olacaq? Qoy desin deyil. O uşaq onu deyəndə uşaq yavaş-yavaş fərqli nüanslara yönəlməyə başlayır. O sözə bənzər sözlər tapır, ürətir və sənin dilin pozulur. Dilin məhv olur. Bu gün mən də təmiz dil danışmıram, sən də danışmırsan, uşaqlar da danışmır. Demək istədiyim önəmli, məsələn, millətini, dövlətini sevən insanlar tarixi əzbər bilməli və ya hər hansı bir dərsi yaxşı oxumalı deyil sadəcə. Unutmamalı və diqqətli olmalıdır ki, biz toplumuq, bizə italyan, fransız, nə bilim, gürcü və ya türkün özü olsun, Türkiyəli türkləri deyirəm, gəlib bizi qaldırmayacaq. Bizi sən, mən, o, bu qaldırmalıdır, o dəstək olmalıdır. Onun üçün təmiz sosial media istəyirsənsə, təmiz düşüncədə olmalısan və təmiz şeylər izləməlisən. Düzdür. Bu arada mən arıqlayıram və ona görə enerjim yoxdur. Bu günləri su diyetindəyim, hətta dünən axşamdan heç nə yeməmişəm deyə biraz donuq görünə bilərəm. Üzrlü sayasınız. Heç nə olmaz. Çox köküydüm, kilom artıq idi və fərqinə vardım ki, bu mənə rahatlıq vermir də. Bildiyin qarnım var idi. Dedim də sizə ki, Qıraqlarım var idi. Önəmli olan arıqlamaqdır və arıqlayıb da elə qalmaqdır. Ona görə biraz enerjik hiss eləmirəm. Bu gün deyəsən bu saata qədər dünəndən etibarən 4 litr su içmişəm. Hə, su da adama çox kömək edir həqiqətən. çox. Su çox için inşallah. Başımız işləyəcək. Mən işləyəcəm. Kesin başqa suala. Çox bir duyğusal sualdır. Hə. Sizin üçün ev nədir? Bakıdan bir ünvana yoxsa növbəti bir təyyarə? Yəni Ya mən belə deyim, mənim nə qədər də pulum olsa Azərbaycandan çölə getmərəm. Mən burada yaşayıram. Keçən səfər verilişdə dedilər ki, 10 milyonun olsa harda yaşayardın? Dedim Azərbaycanda. bura bağlayan nədir? Mən millətimi, dövlətimi, torpağımı, rayonumu, kəndimi, mən çox millətçil insanam. Mən burada yaşayan Talışı, Avarı, Ləzgini sevirəm də bro. Bu bəlkə qulağa başqa səslənə bilər, çünki insanlar bu cür ifadələri o qədər suni bir şəkildə kişiləri aşsın deyə ifadə elədilər ki, və bu sadələşdi. İnsanların qulağına cringe gəlir, qulaq cırmalıyır. Amma yox, mən sevirəm. Burada əsəbləşməyi də sevirəm. Burada ya bir də gəlməyəcəm bura deməyi də sevirəm. Mənim dilimsən sən, mənim özümsən. Bəlkə də sənin evladınla mənim evladım hardasa nə vaxtsa iş görəcək. Mən belə düşünürəm.
Duyğusal mı düşünürəm, bilmirəm. Məncə duyğusal. Çünki bir hamımız bilirik də, getsək Avropada işləsək, iş görsək daha çox yaxşı həyatımız olacaq, daha çox pul olacaq. Ola bilər, Amma mənim burada da yaxşı həyatım var. Mənim anam var. Mənim həyatımda bir xanım Allah səni var. sağlayır. Ətrafım var, dostlarım var. Hamısı ilə də küsüb də barışa bilirsən, nə bilim, gülə də bilirsən, əylənə də bilirsən. Amma əmin ol ki, sən 30 ildə Amerikada yaşasan, mart ayı gələndə deyəsən ki, şəkərbura paxlava olsa yeyərdim. Çünki sənin qının buradır. Qınından çıxıb qınını bəyənməzlik edirlər demirəm. İnsana ora rahatdır, getsin. Mənim bu gün bura çox rahatdır. Hə, 35 yaşında X bir ölkə rahat olar, gedərəm. Amma yenə də gələrəm. Mən sevirəm də Azərbaycanı. Mən rayonları gəzəndə əylənirəm. Mən təyyarə ilə gələndə, Bakını görəndə həyəcanlanıram. Bakıya gələndə həyəcanlanıram. Sevirəm qısacası bura. Onda belə başa düşürəm ki, siz xaricdə olub şəkər burası darıxmaq istəmirsiniz. Yo, o da ola bilər. Niyə də olmasın? Mən çünki məhləm buradır mənim. Mənim məktəbim burada olub. Mənim uşaqlığım burada keçib. Şirvanda. Hə, Şirvanda, yəni Azərbaycanı nəzərdə tuturam. Mən burada tanımışam, burada video çəkmişəm. Hop, yığdım, taladım, getdim deyil. Mən sevirəm, ölkəmi sevirəm, burada olmağı sevirəm. Çox sevirəm. Abi, mən Azərbaycanı həm strateji olaraq gözəl bir yerdə bilirəm. Belə aşiqəm Azərbaycana. Əslində inkişaf edir Azərbaycan dəhşət dərəcədə. Amma mən də o gənclərdənəm ki, Avropa daha yaxşı həyat verir insana. Amma Mən bu söz deyə bilmərəm. Əlbəttə ki, sən bu günləri Avropaya gedib, Avropadan daha belə savadlı və ya daha belə biznesmen bir şəxs kimi qayıda bilərsən. Mən buna bir söz demirəm. Hər kəsə də gedib gəzməyi, görməyi sonuna qədər önərirəm. Amma yaşamaq ayrı bir səhnədir, ayrı bir hekayədir. Bir ölkədə yaşamaq, bir ölkədə sən artıq üçüncü şəxs olursan. O ölkədə səndən əvvəl həmin ölkənin vətəndaşıdır. Sən onun dilini nə qədər də öyrənəsən, baxın, ingilis dilini səlis bilən insanlar bir fransızla oturub düzgün bir şəkildə danışa bilmirlər. Çünki mindset fərqlidir. Çünki mən indi sənə məktəb vaxtımızdan bir dənə misal çəksəm, o vaxtın Meyli nə bilim nə edirdi? Deyəsən, hə, hətta şey də olurdu. Çünki biz eyni mindsetdə olan insanlarıq. Amma fransızla sən iki dili, bir dili çox professional da bilib danışsan, onun həyat tərzi başqa olub, sənin həyat tərzin başqa olub. Demək istədim odur ki, getmək istəyən gedər, gəzər, görər, gör-götür dünyasıdır, biznes öyrənər, ticarət öyrənər, orada görər ki, filan bir şey ürətirlər, gələr Azərbaycanda eləyər və ya orada yaşayar. Amma mən şəxsim olaraq burada yaşamaq indiki zamanda, indiki pələng üçün çox yoxdur. bəs sizi izləyən izləyicilərinə məsləhət görürsünüz? Getməyə məsləhət görürsünüz? Yo, əstəğfurullah, mən məsləhət görəcək insan deyiləm. Təvəkkül olmuyor. Yo, mən məsləhət verəsi insan deyiləm. Çünki biz insanları yücəldirik istər-istəməz. Filan kəs gəlir, filan kəs müəllim gəlir. Yo, insanları yücəltmək lazım deyil. Və tövsiyə kimi onu deyə bilərəm ki, getsinlər, gəzsinlər, görsünlər və uyğundursa yaşasınlar. Bir zamanlar hər kəs Avropaya getdi, iş vizası, amma bir o qədər adam da geri qayıtdı. Ondan əvvəl jenerasyonda Türkiyəyə gedirdilər işləməyə və bir o qədər insan da geri qayıtdı. Sən orada qazanıb yaxşı vəziyyətdə yaşaya bilərsənsə get. Amma mən çox adam getdim Avropada tanıdım. Biz o qədər qorxaraq böyütmüşük ki, gənclərimizi. O qorxur deməyə ki, mənim burada şəraitim yaxşı deyil. Çünki qınayırlar. Gördün, getdin əlindən, qolundan bir iş gəlmir, qalmısan orada. Ona görə deyir, burada hər şey əladır. Mən Avropaya getməmişdən əvvəl X bir tanışım var idi. Deyirdi, burada şəraitim mənim baldı, qaymaqdır. Abi getdim, gördüm, nə bal var, nə qaymaq var. Yəni, yoxdur. Hə, amma mənim bir qrup yoldaşım var. Orada British Bankda işləyir. Artıq 7 ildir ki, orada yaşayır. Qazancı yüksəkdir. Burada özünə ev də alıbdır, amma orada da yaşayır. Orada da həyatını qurub, yoldaşını da aparıb, evlənibdir. Mən istəmirəm ki, mən vətəndaşımı gedib, Azərbaycanlını gedib, orada taksi sürücüsü görüm. O seyir olur. Hə, gedim mən orada fərqli işlərdə görüm. Yox, mən gedim hər hansı bir biznesin başında görüm,
hər hansı bir bazarda filan yerin sahibi görüm, parket işinə baxsın, o şəhərin dizayn işinə baxsın, Daha yaxşı iş. reklam işinə baxsın, studiyaları olsun, o həmin şəhərə məsələn kamera aparatlarını xaricdən gətirən şəxs bu olsun. Yoxsa bro, yəni sənin rəqibin Avropada Suriyalidir, türkdür, İranlıdır, ərəbdir, Afrika ölkələrindən gələn şəxslərdir. Biri gəlir qayıdır deyir ki, məsəl üçün mən bunu 5 manata ataram və iş görərəm, bu daşı 5 manata ataram. O birisi gəlir acdı axı, demək 2 manat ataram. İşin dəyəri düşür aşağı. 100%. Savad almaq üçün, görmək üçün, gəzmək üçün mütləq gedin. Əgər savadlısınızsa, bu gün burada sizin maaşınız əslində 5000 manat olmalıdır. Orada sizə 5000 manat verirlərsə gedin. Bütün insanların hamının xəyalı var da bir ölkə. Hı. Sizin xəyalınız hansı ölkədir ki, Mənim Tam ölkəm haradır oyda? Asiya ölkələri. bir dənə o insan olur da ki, mən buranı mütləq görməliyəm. Xəyal. Yoxdur, əvvəl var idi, əvvəl çox ölkə var idi. Allah qismət elədi, hamısına çatdı. Amma Asiya ölkələri mənim çox xoşuma gəlir, hava şəraiti çox xoşuma gəlir. Mən yaşasam oralarda bəlkə yaşayaram. Məsələn, bir dənə yer yox da, yəni ümumi Asiya ölkəsi deyirsən. Hə, ümumi məsəl üçün Sinqapur deyə bilərəm. Sinqapur həm modern şəhərdir, həm dənizi var, həm təbiəti var, həm şəhərdir, həm ölkədir ora. Olmusunuz orada? Hə, olmuşam. Sinqapur ola bilər. Vyetnamın Danang şəhəri ola bilər. Mən çox sevirəm oranı. Hətta ev qiymətləri mən baxıram daha məntiqli və uyğundur. Hə, oradan ala bilərəm. Amma yaşamağa gələndə ürəyin sıxılır. Mən burada ürəyim sıxılanda 2 məhlə o tərəfə keçirəm. Kimlərsə oturub biraz dərdləşə bilirəm. Orada bunu edə bilmirsən. Təəssüf ki. Hə, ailə ilə gedərsənsə başqa məsələ. Bəs ailə ilə xaricə köçmək fikri var? Yox, məndə o şərait hələ ki yoxdur. Bir anamdır, bir özüməm. Anamın yaşı yüksəkdir və biz ikimizik. Ailə ilə mən bilirəm anam da oralarda rahat olmaz. Anam üçün də çətin olar. Mən çox yüksək pul qazansam xaricə gedərəm. Yəni oradan mənə o vəd verilsə ki, sən burdan aylıq 15.000 dollar pul qazanırsan, gedərəm. Yoxsa gedim mən filan ölkədəyəm, amma çətinlik içindəyəm. Bir ürəyim, bir ayağım Azərbaycandadır. Burdayam da mən gənclərə səslənmək istəyirəm. İngilis dili bilmirəm, universiteti yarım buraxmışam. Və öz ayağım üstündə özüm durdum. Bir kişinin oğlu belə əlini kürəyimə qoymayıb ki, get, gəz, pulum mənlikdir. Hər şəraiti özüm yaratmışam, özüm getmişəm, YouTube'umu özüm qaldırmışam, sponsorumun özüm ayağına qədər getmişəm, danışmışam və Allah da bunları görür, yaradan da bunları görür və qarşılıqsız buraxmır, əmin ol. Bildiyim qədərilə siz Bakıya köçürsüz, evdə almısınız. Bakıda almamışam, Şirvandan almışam. Ev Şirvanda almısınız. Hə, Bakıya köçürsüz. Ya, köçmək fikrim var inşallah. Çünki mən hədəfimə qoymuşam. Bakıda ev qiymətləri topik qiymətlərdir, real qiymətlər qətiyyən deyil. Bakıdan söhbət gedir ha. Bakı ətrafından söhbət gedirmi? Bakı ətrafında da artıq bahalıdır məncə. Söhbət mərkəzdən gedir. Mən bir gəncəm, Azərbaycan gənciyəm və çabalayıram. Çabalayıb da mən 500.000-i necə yığa bilərəm? Mən 200.000-i, 150.000-i yığa bilərəm deyə düşünürəm. Suni qiymət artışı hədsizdir, mən elə düşünürəm. Ona görə də biraz bizdə bu ev məsələləri çətindir. Görək də, görək Tapmaydan efsandan da Gəlməzsiniz amma Bakıya. Hə, Bakıdan, yəni Bakıda bütün işlərim Bakıdadır. Həyatım demək olar ki, Bakıdadır. Şirvanda sadəcə mənəvi həyatım ordadır. Bütün işlərim burdadır. Gedib gəlmək çətin olmur bəs. Yox, belə də 1 saatdır da, yəni gedib gəlməyə tıxac yoxdursa. Öz nəqliyyat vasitəm yoxdur deyə biraz çətinlik olur, amma öz maşınım olsa bəlkə bu qədər çətin olmaz. Bildiyim qədərilə Moskvit də almısınız. Hə, həm otur almışam, Azərbaycan turuna çıxacağam. Hə, inşallah. İnşallah uğurlar olar. Axırıncı sualım odur ki, səncə insanlar niyə çox gec başa düşür? Zamanı. İnsanlar zamanı çox gec başa düşürlər və o zamanı geri qaytarmaq çox mümkünsüzdür. Mən bunu hardasa 1 il olar anladım. 28 yaşım olanda birdən dedim ki, 18 yaşında olsaydım. O an dayandım və dedim, mən 38 yaşında olanda birdən deyərəm, 28 yaşında. Və o an zaman nədir başa düşdüm.
zamanı çox gec başa düşürlər məncə insanlar. Düşüncə tərzi çox dəyişib. Bu əvvəldən belədir, yoxsa həyata başlamamışdan əvvəl olub? Əlbəttə ki, mən götür eləmişəm, öyrənmişəm. Mən o qədər bəzi şeylərə cahil olmuşam. İndi də cahiliyəm, çox şey bilmirəm. Hər zaman idman edəndə də, futbol oynayanda da özünüzdən yaxşılarla futbol oynayın. PlayStation-da oynayanda belə. Özündən yaxşı ilə oyna ki, sən inkişaf eləyə biləsən. Danışanda da, birindən məsəl üçün oturmusan, məsləhət alanda da səndən yaxşı bir insandan məsləhət almalısan. Bu maddiyyat mənasında deyil. Mən fəlsəfə mənasında. Mən heç unutmuram, bunu danışım, bəlkə də biraz başa sala bilərəm. Bir ruhsal pozukluğu olan bir qardaşla söhbət eləyirəm mən, dayanmışam. Bir qardaş gəldi və üzr istəyirəm ifadəmə görə, xalq arasında belə deyirlər, dəli. Həmin yanımdakı qardaş dedi ki, o dəlidir. Mən o an başa düşdüm ki, ruhsal pozukluğu olan insanın belə başa düşdüyü məqamlar olur. Mən niyə başa düşmürəm ki, zaman tutulmaz bir şeydir, axıb gedir, sağlıq tutulmaz bir şeydir. Mən çox sağlıqlı insanlar tanımışam, 40-50 yaşında dünyasını dəyişib. İnsult keçirdi, qəza keçirdi. Ona görə də kindir, əsəbdir, ola bilər, amma uzun olmamalıdır. Vallahi billahi gəzmək, xaricdə yaşamaq, hamısı gözəl. Amma insana qalan bir dənə insani duyğudur. İnsani duyğuları həmin o peşələrin arxasından qaçanda, işin arxasından qaçanda itirməmək lazım. Çox düzdür, həqiqətən. Çox sağ olun, Xoş gəldiniz oldu üçün. mənim üçün də. Həqiqətən sizi tanımaq da xoş oldu. İnanıram ki, izləyicilər də maraqlı olar. Çox danışdıq. Çox Mən aşağı danışdım bu verilişdə, çünki həqiqətən uşaqlar çox belə yorğun hiss edirəm, enerjik hiss eləmirəm. Səhər dururam, gedirəm, bizdə də 20 yanvar kimi bir yer var. Orada taksiyə adam yığılana kimi, eləyənə kimi başın beynin gedir. Gəlirsən Lökbatan dairəsində düşürsən, oradan gedirsən işləri həll etməyə. Bu proses get, gəl, dərsəməz yorur. Amma mən sənə də təşəkkür edirəm, mənə dəvət elədiyin üçün. xoşdur. Çox sağ olasan. Çox xoş oldu. Bundan sonra böyük uğurlar arzulayıram. İnşallah sizə də. İnşallah. Çox sağ ol. İnşallah sağ olun. Sağ ol.